Bugün karavanda qonağımız Kənan müəllimdir. Kənan müəllim necədir? Karavanlarımızı bəyəndiniz? İstəyirəm. Hardayam? Dəniz kənarında çay, qəlyan, mürəbbə, ot, günəşdən toparlanmış enerji. Hə, nə deyirdik? Karavanlarımızı bəyəndiniz. Karavanlar möhtəşəm. Yürüyən ev. Yürüyən ev, kubçasız ev. Çox qəşəng. Siz də gəlin bu karavanlarda istirahət eləyin. Həm belə karavanlarımız var. Burada bizim bu cür maşın karavanımız var. Düz dənizin kənarında. Yalçın bəy də burada. Yalçın bəy necədir karavanlarımız? Karavanlarınız çok güzel. İş. Ben böyle bir kez gördüm Bakü'de, Azerbaycan'da. İnşallah abi Ekim'le gelebilecek alak ya. İnşallah. Ne vaxtsınız? Siz də gəlin. Bir de ucuz olması beni şaşırttı. Bəli. Yani ucuz olması şaşırttı. 30 manatdan başlayan qiymətlər. Bugün ben bir otele gitsem 200 manat, 300 manat. Otelden yani bir misafirimi götürsem aynı şekilde. Hiçbir anlamı tadı yok. Vallahi burada bir atmosfer, bir ateş yakıyorsun. Semaverde çayın, deniz manzarası. Stres yok, şehir yok, insan yok. Ondan iyisi Şam'dan kayısı. Siz də gəlin bu karavanlarımızda. O 30 manatdan başlayan qiymətlərlə istirahət eləyin. Karavanın içi də bu cür möhtəşəmdir.